Mən bu günləri bir məsələni xatırlatmaq istəyirəm. Və təbii ki, bu xatırlatmaq istəməyimin amacı, məqsədi Allah Azza və Cəllənin dəvətinə gələn zərəri gördüyümdən dolayıdır. Əgər bir insan dəvətə zərər gəldiyini görürsə və xüsusən də dəvətin içərisində olan bir kimsədirsə, həmin kimsəni bu narahat etməlidir və gücü yetdiyi qədər insanları dəvətə gələn bu zərərdən qorumalıdır. İndi təbii ki, mövzuya keçid etmədən öncə mən bir məsələni qeyd edəcəm. Sonra isə mövzumuza qısa olaraq keçid eləyəcəm. Yəni, burada məsələmiz bidət əhlini ifşa etmək deyil. Yəni, mənim bu danışığımdan sonra kimsə, bundan sonra biz bidət əhlini ifşa etməyəkmi? Və yaxud da bir cəhmiyyəni, bir xavarici, bir murciyəni, bir nə bilim nəyi ifşa etməyəkmi? Bu deyil məsələmiz. Əlbəttə, bir insan bir insanı bidətçi görürsə, insanları ondan çəkindirəcək. İnsanları ondan elm almaqdan çəkindirəcək bu insanın haqqıdır. Doğrusuyla, yanlışıyla. Yəni, etmiş olduğu əməl doğrudursa, o zaman bir sorun yoxdur. Əgər etmiş olduğu əməl yanlışdırsa, onun hesabını da aləmlərin Rəbbi olan Allaha verəcək. Vermiş olduğu qərarda isabətli mi olub, isabətsiz mi olub? Hər halda insanlar danışmış olduqları şeyin məsuliyyətindədir deyə düşünürəm. İkinci bir məsələ isə, xüsusən də bu danışacağım şeylər elm tələbələrinə aid olan şeylərdir. Yəni, bəzən həqiqətən də elm tələbələrinin nəsihətə ehtiyacı olur. Elm tələbəsi gərək izin verməsin ki, onun qəlbi sərtləşsin. Elm tələbəsi gərək izin verməsin ki, ətrafda olan insanların baskısı səbəbilə sən bir söz deyəsən. Sənə fərqli sözlər gətirib bir insan haqqında danışmağa vadar edilməsinə izin verməməlidir. Çünki elm tələbəsi sərtləşdisə, elm tələbəsinin qəlbi döndüsə, bu tək onun özünə zərər gətirmir. Eyni zamanda onun ətrafında olan insanların da çönməsinə, onun ətrafında olan onu dinləyən insanların da zərərə uğramasına bərabərində səbəb olur. Ona görə elm tələbəsinə gərəklidir ki, qəlbini yumşaq saxlasın. Qəlbini Allah və Rasulunun istədiyi bir formada saxlasın və bunun üçün çalışmaq lazımdır. Və bəzən nəsihət dinləmək lazımdır ki, ta ki insan bəzən bir yola girir və o yoldan geri dönmək istəmir. Və geri dönmək istəmədiyi zaman artıq sonu uçuruma doğru gedir və insan bunun fərqində olmur. Bir, bidət əhlini ifşa edib ondan çəkindirmək insanların haqqıdır. Doğru mu, yanlış mı hesabını Allaha verəcəklər. Lakin zahirən sənə bənzəyən bir insana, zahiri səndən olan bir insandan yapışmaq və artıq onun şəxsiyyətinə keçmək, onun kişiliyindən danışmaq, onun şəxsi həyatına müdaxilə eləmək, onun sürdüyü maşına, geyinmiş olduğu paltara müdaxilə etmək, bu həqiqətən də artıq işin həddini aşdığını göstərir. Hətta bidət əhli olsa belə, hətta zəlalət əhli olsa belə, həmin kimsənin şəxsiyyətinə toxunmaq, onu şər'i məsələlərin kənarında olan məsələlərlə bağlı artıq danışmaq, bu nə deyildir? Bu isabətli bir addım deyil. Xüsusən də o insan zahirən səndən görsənirsə, xüsusən də o insanla sən bərabər bir safda durmuş insansansa, xüsusən də qıraqdan bir cahil insan baxdığı zaman birisini dəvətçi olaraq, birisini elm adamı olaraq, birisini 20 il oxumuş biri olaraq, birisini Quran tərcümətçisi olaraq, birini meçid imamı olaraq görür və insanlar belə bir şəkildə ayrım etmirlər. Bu xaricidir, bu mumeyyidir, bu hizbidir, bu filankəsdir. İnsanlar belə bir ayrım etmirlər. Yəni, cahil bir gözü ilə bu dəvətə bir kənardan bax, sən, subhanallah, necə əcaibdir. Bəzən insanlar həqiqətən də necə bu dəvətə zərər gətirdiklərinin fərqində deyirlər. Yəni, sən bir şəxsin şəxsiyyətinə zərərdən daha ziyadə Allahın dininə bu dəvətə zərər gətirdiyinin fərqində olmursan. Yəni, insanın bəzən gözü, bəsirəti o şəkildə bağlanır ki, anlamırsan ki, o şəxsin ətrafında nə qədər insanlar var ki, o şəxsin ətrafında nə qədər insanlar çevrilə bilər ki, və yaxud da nə qədər insanlar onun, yəni bəlkə də arada olan ixtilafın sayı bir əlin barmaq sayısını keçmir. Bəli, bəzən bir ixtilaf belə insanların bir-birlərindən uzaq durmasını gərəkdirə bilər. Bəzən bir ixtilaf belə həmin insandan çəkindirilməsini gərəkdirə bilər. Lakin bir insanı insanların önündə şəxsiyyətinə toxunmaq, onun kişiliyindən danışmaq, onun mindiyi maşından danışmaq, bu artıq işin başqa bir yerə getməsidir. Və təəccüblüsü də budur ki, məgər biz görürük, insanlar görmürlər? Məgər bu sosial şəbəkədə yalnız özünü sələfə nisbət edən insanlardırlar? Təəssüflər olsun ki, biz görürük, şahid oluruq ki, gecə-gündüz bu insanların özlərinə lənət oxuyan insanlar, hətta bıraq bu insanların özlərini sahabəyə lənət oxuyan insanlar, bu insanların bir-birləri haqqında
çirkin sözlərini götürür və bunu sosial şəbəkədə insanların önünə təqdim edirlər. Bəs belə olduğu zaman o şəxsin özündən çox məgər bu dəvətə zərər gəlmir? Yəni insanlar baxdıqları zaman demirlər, yəni bu 2 insan, bu 3 insan, bu 5 insan, bu 10 insan. Yəni bunlar təsəvvür et ki, hamısı bir-birinə düşmən oldu. Yəni zahirən bir-birlərinə bənzəyən insanlar necə o həddə çatdılar ki, baxın, bidəti rədd etməkdən, çəkindirməkdən mövzumuz getmir. Bir daha bunu qeyd edirəm. Məsələmiz nədir? İnsanların şəxsiyyətlərinə toxunmaq. Zahirən səndən olan insanların şəxsiyyətlərinə toxunmaq. Bu dəvətin məsləhətini düşünmək lazım idi. Bu dəvətin məsləhətini düşünmək lazımdır. Yəni, türklərin bir sözü var, zərərin harasından dönsən kardır. Madəm bu günə qədər biz bu zərərləri düşünə bilmədik, bu gündən, bu andan etibarən bu zərərlərdən dönüş etmək lazımdır. Həddi aşmaq olmaz. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından sizə bir nümunə verəcəm. Diqqət edin. Abdullah ibn Ubeyb, münafiqlərin başında olan adam. Allah Resulü aleyhissalatu və səlləmin əshabına əziyyət edib. Allah Resulü sallallahu aleyhi və səlləmin özünə əziyyət edib. Hətta Allah Resulünün küçümsəyici sözlər istifadə edirdi. Orada burada deyirdi ki, qarğanı bəslə, o da sənin gözünü oysun. Belə sözlər sərf edirdi. Hətta onun dili Peyğəmbər sallallahu aleyhi və səlləmin əhlinə qədər uzanmışdı. Allah Resulü aleyhissalatu və səlləmin əlində güc. İstədiyi zaman onu izalə edər və deyərdi ki, o Allah nəbisinin gətirmiş olduğu dəvətə zərər gətirir. İzalə edilməlidir. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm diqqət edin nə dedi? Deməsinlər ki, Muhammed öz əshabını öldürür. Nəyi düşündü Allah Resulü sallallahu aleyhi və səlləm? Qıraqdan baxan insanlar deyəcəklər ki, ya Muhammed öz yanında olan insanları öldürür. Muhammed bizə nə etməz ki? Yəni öz yanında olan insanı bu hala salan insan, öz yanında olan, öz safında olan insanı bu hala salan insan bizə nə etməz ki, deyə düşünməsinlər deyə, insanlarda yanlış bir düşüncə olmasın deyə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, deməsinlər ki, Muhammed öz əshabını öldürür. Çünki zahirən, diqqət edin, zahirən o Allah Resulü sallallahu aleyhi və səlləmin yanındaydı. Onun arxasında namaz qılırdı. Onunla bərabər səfərlərə gedirdi. Ehtiyac olduğu zaman Allah Resulü sallallahu aleyhi və səlləmin yanında yer alırdı. Zahirən. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm onun bilməyinə rəğmən, əshabdan bəziləri onları tanımalarına rəğmən, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara toxunmadı. İndi təsəvvür edin ki, yəni bu danışmış olduğumuz insanla bugün zahirən bizdən olub, bir neçə məsələdə bizdən fərqli olan insanlar eyni dərəcədə ola bilərlər, əlbəttə eyni dərəcədə ola bilməzlər. Bəli, bir daha qeyd edirəm ki, bidətindən, hətta şəxsin özündən də bəzən insanlar bir-birlərini çəkindirə bilərlər. Lakin bir insanın şəxsiyyətinə toxunmaq, qıraqdan baxan insanları bu dəvətin məsləhətini düşünmək lazımdır. İşi çirkinliyə, işi iyrənc şeylərə, yəni biraz da insanları buraxsan, hardasa bir-birlərinə küsə söyüşləri söyləyəcək hala gəlib çıxıblar. Bu məgər yaraşır? Bıraq özünü İslama nisbət edən bir adama, özünü dəvətə nisbət edən bir adama bu yaraşır. Əlbəttə ki, bu şeylər yaraşmır. Allah Azza və Cəllə ən xeyirli insan Musanı, yer üzərinin ən şərli insanı Fironun yanına göndərir. Fəqulə ləhu qavlən leyyinə və ona yumşaq söz deyin, deyir Allah Azza və Cəllə. Təsəvvür edin, yəni gedən ən xeyirli insan, gedilmiş olduğu insan isə yer üzərinin ən şərli insanı Allah Azza və Cəllə deyir ki, ona yumşaq söz deyin. Yəni təsəvvür elə, bu günləri sən bıraq insanların önündə, cəmiyyətdə, yəni insana bidətindən çəkindirmək bu ayrıdır. Bu dedik ki, bunda bir sorun yoxdur. Lakin insanın şəxsinə toxunmaq, onun şəxsini alçatmaq, onu zərərə uğratmaq, insanları ona qarşı qışqırtmaq, bu həqiqətən də qorxunc olan bir şeydir. İnsanın durub düşünməsi lazımdır. Mən həqiqətən də bu şeyləri Allahın rızası üçün mü edirəm? Yoxsa insanların təsirindən dolayı mı bunu edirəm? Allahdan qorxmaq lazımdır. Bizim bu dəvətə gətirmiş olduğumuz zərrə qədər olsun belə zərərin qiyamət günü hesabı var. Bu dəvət bizim dəvətimiz deyil. Bu dəvət bizim atalarımızdan, babalarımızdan, evimizdən gətirmiş olduğumuz bir şey deyil. Bu dəvətin sahibi, bu dinin sahibi Allah Subhanahu wa Ta'aladır. Nə qədər ki bu dinə insan zərər vuracaq və bilməsi gərəkir ki, hesab böyükdür və Allah Azza və Cəlləyə hesab verəcək. Və insan bəzi sözlər gətirib özünə bəraət qazandıra bilər. Dediyim kimi, hansı məsələyə? O bidət əhli və bidət demiş olduğu məsələlərdən çəkindirmək məsələsinə. Amma bir insanın şəxsiyyətinə toxunmaq, bir insanı alçatmaq, dəvətin məsləhətini düşünmədən, zahirən, qıraqdan baxan insanlar eyni görürlər vallahi, ayırmırlar. Demirlər bu hizbidir, demir bu mümeyyidir, demir bu xavaricdir. Eyni üz görür, eyni dəvətdə görür. Çünki deyir, bunlar bir safdaydılar, bir safda. Biri Allahın kitabını oxuyur, biri Allahın kitabını tərcümə edir, biri imamlıq eləyir, biri 20 ildə oxuyur, dəvət edir, biri ərəb dilini mükəmməl bilir və bu şəkildə insanların gözündə bu şəkildədir. Amma o ki qaldı,
Tamam, insanlar bir-birlərindən uzaq dura bilərlər. İnsanlar bir-birlərini də çəkindirə bilərlər elmi səviyyədə. Lakin artıq bu küçə davasına keçərsə, artıq bu söyüşməyə, təhqirləşməyə, insanların şəxsini alçaltmağa keçərsə, bu artıq insanlar arasında olan məsələdən çıxar və Allah Azza və Cəllənin dininə, bu dəvətə zərər gətirmək olar. Və ümid edirəm ki, Allah Azza və Cəllə bu dediyimi dinləyən bütün insanlara Allah Azza və Cəllə faydalı etsin və eyni zamanda ortada olan insanlar ki var, baxırsan ki, subhanallah, həqiqətən də sıravi olan insanlar belə rahat dayana bilmirlər. Çünki niyə? İnsan xoşlayır belə şeylər, insan sevir belə şeylər. Yəni, elmi rəddiyələri baxırsan ki, insanlar paylaşmırlar. Amma biri haqqında pis söz deyib, onun şəxsiyyətinə toxunub. Baxırsan ki, hər yerdə, nə vaxt sosial şəbəkəni açırsan, görürsən ki, həmin səs sənin önündədir. Niyə insanlar belə şeylərə rəğbət bəsləyirlər? Nədəndir bu? Allahdandır. İxlas əhlinin əlamətidir? Yox. Bu, şou əhlinin əlamətidir. Şou əhli, şou göstərmək istəyən insanlar, daim gündəmdə qalmaq istəyən insanlar bu kimi şeylərlə gündəmdə qalırlar. Fəqət biz bu dünyada gündəmdə qala bilərik. Fəqət Allah yanında bizim bir dəyərimiz olmadıqdan sonra, Allah yanında bizim bir gündəmimiz olmadıqdan sonra, vallahi bu dünyada nə qədər gündəmdə qalırıqsa qalaq, Allah qatında insanın dəyəri düşdükdən sonra, bu dünyada insanların yanında sən gündəmdəymişsən, bunların heç birisinin insana bir faydası olmayacaq. İnsan nə qədər ki, Allah üçün bir şeylər edəcək, düşünəcək. Həqiqətən bu atmış olduğum addım Allahın rızasıdırmı? Allahın rızasını mı güdürəm? Yoxsa insanları tətmin etmək, ətrafımda olan insanları razı etməkmi istəyirəm? Və bir daha altını çizərək qeyd edirəm ki, danışmış olduğum məsələ bidət əhlindən insanları çəkindirmək deyil. Kim kimi bidət əhli görür, kim kimi bidətçi görür və Allah da bu dediklərimə şahiddir ki, bu ortalıqda olan insanların heç birisi ilə nə şəxsi bir münasibətimiz, nə şəxsi bir yoldaşlığımız, heç bir şeyimiz yoxdur. Çünki bunu nəyə görə qeyd edirəm? Bəzən insanlar olurlar ki, danışırsan, iki zid insan var. Biri deyir ki, filan kəsin tərəfini tutur. Biri deyir ki, yox, filan kəsin tərəfini tutur. Lakin biz heç kimsənin tərəfini tutmuruq. Kimsə tərəfini tutmaq kimi bir dərdimiz yoxdur. Nə bugünkü məsələ, nə öncəki məsələ, nə bundan sonraki məsələ, hər hansısa bir xüsusi məsələyə də aid etmirik. Danışmış olduğumuz şey umumən hər bir məsələyə, hər bir özünü bu dəvətə nisbət edən hər şeysə aiddir ki, bir əməl etdiyimiz zaman Allahdan qorxaq, bu dəvətin məsləhətini düşünək, öz gözümüzlə deyil, ətrafımızda olan insanların gözü ilə deyil, qıraqdan bizə müşahidə eləyən bidət əhli, zəlalət əhli, gecə-gündüz sahabəni söyən insanlar, gecə-gündüz sənə lənət oxuyan insanlar, gecə-gündüz bu dinə saldıran insanlar və cahil olan insanlar, dini araşdırmaq istəyən insanlar, o insanların gözü ilə qıraqdan bu dəvətə baxaq, görək bu dəvətə nə qədər xeyir gətirdik, nə qədər zərərə uğratdıq və Allahdan qorxaq. Düşünürəm ki, ümid edirəm ki, bu danışmış olduğum şeylər ilk öncə mənim günahkar nəfsimə, sonra isə məni dinləyəcək olan hər kəsə Allah Azza və Cəllə bunları faydalı edər. Allahümmə amin, Allahümmə amin, Allahümmə amin.